və həmçinin elmdə ən əsas, yəni elmi öyrənmək üçün, bərəkətin olması üçün, davamlı olması üçün əsas səbəblərdən ixlasın olmasıdır. İxlas. Yəni insan özünə sual verməlidir. Nə üçün mən bu elmi öyrənirəm? Yəni sadəcə insanlarla danışmaq üçün, mübahisə etmək üçün və yaxud da insanları özünə tərəf çevirmək üçün niyyət nədir? Niyyəti düzəltmək lazımdır. Niyyət ixlas olmalı. İxlas da nədir? Elm öyrənərkən ixlas, necə ki İmam Əhməd Rahiməhullah buyurur ki, ən tərfəl cəhlə an nəfsikə, cəhaləti öz üzərindən qaldırmağındır. Yəni insan elm öyrəndəndə məqsədi, niyyəti öz üzərindən cəhaləti qaldıraraq Rəbbinə bəsirət üzərində ibadət etməsi olmalıdır. Yəni ayələri oxuduğu zaman, hədisləri oxuduğu zaman özünə tətbiq eləməlidir. Hətta orada qorxulu ayələr gəlir, münafiqlər, kafirlər haqqında, yəni öz nəfsinə ərz etməli, yəni onların xislətlərindən hər hansı bir şey özündə var, yoxsa yox varsa, ondan tövbə edərək uzaqlaşmağa çalışmalıdır. Yəni bu cür olur ixlas.